Ассаламу алейкум. Бисмиллахи-рахмани-рахим. Сегодня тема Азербайджанские села Дагестана. Ben bizi diline danışacağım. Türk diline. Azərbaycan kəndləri deyən indi Dərbəndki rayonunda olan kəndlər. Tabasaran rayonunda olan kəndlər. Katrux, aşağı Katrux, Rutul rayonu. Bu hali bir millətdir, bir xalqdır. Məndən bu YouTube kanalda yazarlar, deyədir, müğartılar yazar, bizi tariximiz nə tarixdir? Rukellilər yazadı, Dərbağlar yazadı, Tərkəməllər yazadı. Hələ suvallar çox var, 6-7 dənə suval var, belə kəndi adını tutub yazarlar tarixində. Hər kəndi başqa tarixi yoxdur. Hamı kəndlərimizi bir tarixi var. İndi bizi başqa millətlər gözü kütərməyib, pulla işləyərlər, düşmançılıq qundarmaq, Dağıstanı dağıtmaqdan ötürü bizi xalqımızdan yazarlar, hər nə gəldi. Bizi xalqımız böyük bir xalqdır, dünyada bir böyük xalq. Biz Türk xalqıyıq. Rusko-говорящий, Türk dili ilə danışanlar yox. Bu düz söz deyil. Mən sügən kimi dedim abilədən bunu danışacağım. Güzel. Sügməyəcəm. İndi bizi xalqımızı tarixi bu Xəzər dənizi Nizmennosti, Predgorye, hamı arxeologiki qazılanda Türk tarixini çıxar. Mən Azərbaycanca, Türkçə öyrənməmişəm, ədəbiyyat dilim. Mən öyrənən dil kiçiklikdən anam rəhmətli Gürgətən danışıq dili, övdə öyrənən dil. Onun üçün siz mənə bağışlayırsınız. Mən bu zamanaca danışanları Azərbaycandan yazarlar ki, səni lüğəti, sözü lüğəti, sanki Bakı kəndlərini lüğəti kimi. Türklərlə konuşanda onlar deyət ki, söyləyədi, məni konuşmağım qabaq Türkləri qədmi dili, Osmanlı dil, söyləyən dil, yazı dili yox, pisminli yazı dillər, ədəbiyyat dilləri ona taza qondaranan iskustunlu çoxdur. Bütün xalqları dil. Bizi tariximiz gələdi, bu Gerodot yazan kitabla bizi Oğuznamə bir gələdi. 6-cı, 8-ci əsrdə 1700 il qabağa, 1600 il, 2700 il qabağa Türklər, Dağıstan Türkləri bu Kalıbelidir. Bir gəlib burada qalan yeri deyil, burada doğulan yeridir. 2000 il qabağa 50-100-lərcə Türk obaları Xəzər dənizi qırağında kaçıvatlı idilər. Ondan sonra Dağıstanda Gunnu hökuməti, ondan sonra Xəzər hökuməti. Bizi xalqımız 16 dana imperiya qundaran xalqdır. Bizi xalqımız yüzlərlə hökumət qundaran xalqdır. Bizi xalqımız 2000 il qabağa 1 milyon idi, 2 milyon idi. Olmalıdır, indi 1 milyard yarım olmalıdır. Kita qədər. Bu əriyitdi, bütün xalqlarda əriyitdi. Avropa, Vengriyədən tutub Macaristandan bütün Kitayəcə, hər yandaca. Dağıstan xalqları Atureçinli deyir. Türkiyə dönən biz sakin. Bizi Türklərimiz əriyib bu Tabasaranlı olutdu, Avar olutdu, Ləzgi olutdu, Dargin olutdu.
Onu çörüb danışarlar. Bizi, uşaqlarımızı, bizi nəvələrimizi biz ürgətməliyik. İndi nə desə də millətçilik tərəf olmayıb. Bizi ürəyimiz, qəlbimiz müsəlmandır. Kitabımız Qurandır. Kitabımız hadislərdir. Peyğəmbərimizi sallallahu aleyhi ve sellem Qurandan sonra kitablar Əl-Buxarinin kitabı, hadisləri Müslimi, bunlardır kitablar. Qurandan sonra birinci Əl-Buxarinin kitabları. Onları oxumaq lazımdır. Din olmayan adam bir şey de olmayan. Boş olar hər yanı. Qəlbi, başı, hər yanı. Mala dönər. Потребительский общество. Yiyən heyvana dönər. Heyvandan bizi ayrıtan dildir. 1000 illik hələ mən demişəm gəndə. Bizi dillə yazılıdır. Bizi lüğətlə, tarixdə olan hamından qədmi kitablar bizi lüğətlə yazıldı. Dədə Qorxud kitabı, Oğuznamə, Selçuknamə kitabı bizi nəvələr ki, bizi xalqımız ki, gənc qızlar ki, ana olmalı qızlar ki, onları da tərbiyə verməli, bizi kükümüzü bilsinlər, kim eksə. Küksüz heyvan olmayaq biz, küksüz peyin olmayaq. Ürgətmək lazım. Bizi kitablarımızı bilsinlər, bizi uşaqlarımız, çocuklarımız bilsinlər kitablarımızı. Ullu babalarımızı, 1000 illik kitablarımızı. Dədə Qorxud kitabın, Koroğlu kitabın, Oğuznamə, Selçuknamə, hamı bu dünya tarixini, miravo sivilizasiyanı hamından vacibli kitablardır. Türk millətinin kitabları, Türk xalqının kitabları. Bilməlidir ki, biz 200 il, 300 il qabağa bizi xalqımız bir dil olutdu, bir millət. İndi bizi kəndlərimizi deyək. Kəndlərimiz indi deyək ki, farslar tikitdi bunu, farslar əskərlər qoydu. Farslar əskər qoyan əskərlər hamı Türklər idi. Onları sınır qranitsa saxlayan pulla, qızılla Türklər idi. Bir Türklər idi, biri Türklərdən hücum eləməsin deyə saxlayırdı. Ondan sonra gene de bizi adımız olubdu, bize ad qoydular. Azərbaycanlılar nədir, belədir. Azərbaycanda yazan Azərbaycanlılar 1000 il olubdu Türk dili. Əlifbəsi dedi, 36-cı ildə Azərbaycan əlifbəsi deyildi. Kitablar idi, vardı əlifbələr. Türk əlifbəsi, Türk dili. Hələ yazılır. 36'da çörüb Azərbaycan. Türk deyəndə Türski Kaganat Mongoliya'dan bütün neyce? Avrupa'yı olan Kaganat. Kafkazaca olan. Orta Türkistan Aziyası. Hamı Türk Kaganatına dan deyirlər. Pul para vereydi Vizantiya, vereydi Kitay, vereydi Persiya. Ham pul vereydi. Tuxunmasın diye Türkler onlara. İllik. Kitaylar bu parçayla vereydi. Bahalı parçalarla. Lap da. Tarixdə bu hamı vardı. Biz o xalqı parçasıyıq. Dağıstan Azərbaycanlılar, Dağıstan Türklər. Bizi kəndlərimizi, tarixi, indi belə biz nişi belə azıq. Müharibələrdə ölübdü çox adamlar. Hamından da çox Qafqaz müharibəsi
40 il gitmedi burada. Kafkaz müharibəsi Pyotr Peru gələn vaxtdan 1722-dən başlayıb 1877-ci iləcə bu müharibə getdi, necə deyirlər. Qırılıb tükülübdür. Bizi xalqımız da ibri dağ millətləridir. İndi yenə də mən nə deyim, bizi xalqımız, bu kəndlərdə qələlər var. Bunlar bilsin ki, indi bizi sanki belə kənd alıb yalandan, buradan düşmançılıqla, yalancılıqla yaza, sanki bunlar yazat ki, biz kimek deyə. Bizi kimligimizi biz özümüz yaxşı bildik. Bu Bakıxanov məsələ, bu ştabno işçi idi. Bunları Sankt Peterburg'da onu yazıların puzub, yazıb, hamın çöyürüb necə lazımdır, o cürə kitab çıxartdılar. Hələ olub, çox şeylər, değişiklər oldu. O için hər yazılan şeyi də bunu inanmağa da lazım. Bizim millətimiz bizi suatımızdadır, bizi qəlbimizdədir, bizi ürəyimizdədir, bizi tariximizdadır. Bizi kəndlərimiz indi bölmək deyəndə başqa görə indi mən tat deyəcəm. Tat bu sanki hər zaman kaçevnikləri kaçevnikdir də bu. Avara. Her zaman bir yerde duran, yaşayan adama tat deyirlər. Tatlar bir de tərkəmədə də var. Onu alıb çörütlə Coğutda adın, millətinə adın, Gorski evreyləri yerinə tat yazıdılar. Onu Rusçada deyəcəm mən. O ki alıb bizi bir para, bizi kəndlərdə yaşayaydı, bir para kəndlərimizdə, Ləzgi kəndlərdə lap da çox yaşılıqdır. Dargin kəndlərdə də çox yaşır. Macaristan tutub oyun tərəflər. Ləzgi kəndlərdə 15 kənddə yaşayırdı Coğutlar, sanki Yahudilər. Onlar da bizi kəndlərdə, kəndi qırağında yaşayırdı. Qol kimi idi onlar, qol idi. Qol işi görəydilər.